Növbəti hissəsi isə Enterprise Project Structure-dır. Burada EPS. Burada EPS nədir? EPS odur ki, bizim deyək şirkətimiz və şirkətimizin fəaliyyət sahələri, fəaliyyət ağacı da bir növ. Orada göstərirsən ki, şirkətdir, fitaat işləri görür, məsələn, MEP işləri görür, bu olaraq iki yerə bölünür. Fitaat işlərində artıq layihələr ayrıdır, MEP də ayrıdır. Bu formada onlara bölünür. Burada əldə edəndə birinci yaranır, deyək ki, elə patinin. Kodlaşdırma hissəsində layihədə də, məsələn, EPS-də də adətən əsasən götürülür onların baş hərfləri. Məsələn üçün layihədə deyək ki, Ramada Plaza Otel. Məsələn üçün qeyd edirsənsə, onda R, P, P və yaxud da R, P götürə bilərsən. O Formatı qeyd yeni edirsən. hardasa şey göstərdi ha. Kodları Kodlar göstərəcək. İndi biz göstərdi. orada əlavə etdikcə onun altında artıq göstərici kod kimi göstərir. Sən deyə bunu PT olaraq 001 kimi də qeyd edəcəksən. Project ID olaraq göstərilir. Bu bizim indi şirkətdir. İndi başlayırıq şirkətin fəaliyyət sahələridir. Bu gördüyünüz kimi burada bura düşdü. Amma burada oxuş ərələri var. Yoxsa şirkətin içindəki Bu onların şirkətdir və şirkətin qolları. Fəaliyyət sahələri də. Ola bilər ki, sən əlavə də yenə şirkət əlavə edirsən, verdin arxaya, bu da olur. Onun üçün deyirəm ki, şirkət bir də ama proyektlər fərqlidir də. O proyektləri də əlavə edəcək. Ola bilər fəaliyyət sahəsi kimi göstərmirsən, elə birbaşa onun içində də projelər əlavə edə bilirsən. Sadəcə indi bunu məntiqini göstərmək istəyirəm, ona görə. Burada bu gördüyünüz kimi bu ox işarələri ki var, burada yuxarı, aşağı formada əlavə edilir. Bu eyni səviyyəyə gəldi. Bu artıq bu da deyək şirkətdir. Pro Engineering. Bunu da TY0 forma. İndi şirkətin fəaliyyət sahələri deyək fit. Burada da fit out FO qoya bilər. Budur. Burada da deyək MEP qoyaq. Bunu bu formada da görə bilərsiniz və yaxud da buradan elə sağ düyməni klikləyəndə burada chart view hissəsinə verəndə burada bu formada da siz görə bilərsiniz. Burada məsələn bax görürsüz EPS Responsible Manager kimdir? Bu layihədən məsələn deyə bu fəaliyyət sahəsindən asılı olan şəxs kimin olduğunu göstərir. Bu formada bunları burada bizə göstərir. İndi məsələn burada sağı yenə klikləyəndə bu hissədə chart box template hissəsi var. Customize hissəsinə girəndə burada görürsüz WBS kodudur, name'dir, bir də responsible manager'dir. Məsələn bunu buradan silə də bilərsiniz və yaxud da əlavə də edə bilərsiniz ki, məsələn buradan da seçə bilərsiniz ki, siz o hissədə nəyi görmək istəyirsiniz. Buradan tənzimləmək olur. Buna da adətən ehtiyac olmur, elə bu formada da görməyə yetər eləyir. Ehtiyac olarsa oradan hissədən həmən hissədən düzəldə bilərsiniz. OBS hissəsidir, Organization Breakdown Structure. Burada da Enterprise qalır. Deyə Enterprise-in yerinə yaza bilərik şirkət rəhbəri. Şirkət rəhbəridir. Ədələdin şirkət rəhbərindən bir alt deyək layihə rəhbəridir. Layihə bir altda artıq iki layihə rəhbəridirsə bu formada qoya bilərsiniz. Layihə rəhbəri X layihə üzrə, layihə rəhbəri Y layihə üzrə bu formada göstərə bilərsiniz. Amma yox, layihə rəhbərinin bir altıdırsa burada sahə rəisi rəisin də altında deyək göstərək, formu göstərək. Formada göstərir. Bunu da yenə həmçinin sağı klikləyəndə chart view hissəsinə verəndə bu formada göstərir ki, şirkət rəhbəri layihə onun altında olanları hamısını göstərir və burada deyək ki, layihə rəhbəridir. Layihə rəhbərinin burada description hissəsi var. Görürsünüz burada. Description hissəsini də əlavə eləmək olur. Buradan girirsən customize hissəsinə. Buradan əldə edirsən, deyək ki, OBS description. Apply verdin. OK, gəldi düşdü bura. Deyək ki, layihə rəhbəri modify description-da yazırsan. Nəzərov. OK, verildi bura. Gəldi bura, məsələn, layihə rəhbəridə adı Fərid Nəzərov. Yəni nömrəsini yaza bilərsən. İstədiyim kimi məlumatı burada, orada qeyd eləmək olur. Bu OBS hissəsidir, Organization Breakdown Structure. Bunu da layihə üzrə biz hazırlayanda məsul şəxslər göstəririk. Oradan da artıq OBS hissəsindən layihə göstəririk. Oradan da düzgün əlaqələnirsə məsul şəxsləri layihə üzrə, qələmlər üzrə, fəaliyyət sahələrinə tam dəqiq göstərilibsə, onda artıq biz düzgün çapa verə bilirik. Yəni dediyim kimi düzgün əlaqələndirməsi çapa verməyəcək. Burada bu formadadır, EPS-dir, OBS hissələridir.